Ona doğramışım bayaqdan. Bugün sizinlə birlikdə qazdan bığa tutan bişirəsiyik. Ay Allah. Siz deyin yarım saat, mən deyim 1 saat. Bunu mən zulümlərlə ayırdım şükür. İndi qazımızı qazana qoyuruq, qazımızı qazana üstünə su töküb qaynadırıq. Yumamışam çünki suyunu tullayasın. Əti biraz qaynatdım, indi doğradım, tezdən bişirirəm. Bu yetimlər axşam alıbdır. Qazımız 2-3 saatdir uşaq qaynayır. İndi soğanı da buradan keçirib tökürəm onun üstünə. Zavra qoyduq, indi üstünə biraz duz tökürəm. Biraz qara istot, yorkadan keçirdiğim soğan, üstünə bir qaşıq tomat. İndi bunu biraz qarışdırıb tezdən qoyuruq pişməyə. Un, su, duzdan bir dənə də yumuşaq təhər xamır yoğurdum. İndi bunu kündəliyirəm. Xamırımızı kündəliyib qutardıq. İndi bunları yayırıq küçükcə. Gördüğünüz kimi də nazik yaydık. Hamısının üstlərinə əritdiyim kərə yağını tökürüb hər tərəfinə yayırım. Hər yerini yağladım. İndi üstünə o bir yuxamı sərim. Elə qat-qat hamısını yağlaya gedirəm. Bütün qatlarını yağlayıb qutardım. İndi doğrayırıq qabları. Əsas necəsiniz doğrayın, amma əsasən paxlava formasında daha yaxşı olur. Qabları belə doğradım. Yəni forması çox da önəmli deyil, onu siz yeyərsiniz. Ətləri belə düzmüşəm. İndi qabların üstünə bunları düzürəm. Belə göstərirəm indi sizə düzüb. Belə düzdüm. İndi qapağını örtürəm. Qabların üstündən qabarcıq çıxmaya başlayanda üstündə o birisi qatını düzürük. İkinci qatımızı da düzdük. Elə bütün xamır qutarına kimi davam edirik. Gördüğünüz kimi pişibdi. Suyu da çəkilib. İndi yiyirik. Gecə saat 11-in yarısıdır və mənim qaz ətimdən bığa tutanım hindi pişibdi. Abi ət düz 5 saatdır qaynayır. Baxsanız nətər parçalanmış. Ağzını suya axtarlab. Bığa tutan yiyənlər, bir dənə də qaz əti ilə sınayın. Baxsan, baxalı soğanlı yerini mən ayrıca xoşlayıram. Cəmat soğansız pişirir. Babın dadı soğandadır. Neyse, sağ olun, mən əmi yiyeyim. Sağ olun, gələyiniz xeyir.